İmam Cavad aleyhissalam kəlamlarının birində buyurur: "La tekun veliyyen fil alaniyye ve aduven lehu fis-sirr." Aşkarda Allahın dostu kimi görünüb, amma dalda da gizlində ona düşmən kimi davranma. Yəni bu, bilirsinizmi, insanın olduğu kimi görünməyə, göründüyü kimi olmağa çağırışdır. Bəzən insanlar içərisində olanda danışığına diqqət eləyir, hərəkətinə diqqət eləyir. Birdən əgər bu sözü desəm, deyərlər, heç bundan gözləməzdik. Bir hərəkət eləsəm, deyərlər, heç yaşına, başına yaraşan bir hərəkət deyil. Yəni, cəmiyyət arasında bəzən görürsən özlərini başqa cür, amma təklikdə və tənhada olanda tam